Ana, mən birinciyəm. Yox, mən. Balalarım, birinci, axırıncı yalnız yarışda olur. Yarışda isə rəqiblər görüşürlər. Hər halda birinci mən idim, hə ana? Yox, mən. Mən. Yox, mən. Yox, mən. Yaxşı, bəsdir, qutarın. Siz elə uşaq vaxtından mübahisə eləyin. Siz ikiniz də eyni vaxtda gəlib çatmısınız. Siz mənim üçün hamıdan yaxşısınız. Ana, bilirsən sənə nə gətirmişik? Nə? Gözlərini yum. Niyə? Gözlərini yum da ana. Yaxşı, yumdum. Bax belə. İndi aça bilərsən ana. Ana, qoy sənin qollarında da bilərziklər cingildəsin. Biz istəyirik ki, sənin qolların bəzəkli olsun. Hə ana, bilərzikləri tax. Tax ana. Yox, yox, taxmayacam. Niyə? Niyə taxmırsan ki? Səfih uşaqlar. Məyər mənim bilərzik taxan vaxtımdır? Aydın da ana. Bilərzikləri atam şəhərdən qaydandan sonra taxacaqsan. Düzdür? Düz deyirəm? Nə danışırsan? Gör nə qədər vaxt keçib. O daha qayıtmayacaq. O bizi çoxdan unudub. Nə məktub yazır, nə də zəng vurur. Hə, sən də onun yolunu gözləyirsən. Gedək qaytaraq bilərzikləri. Gedək. Yox, dayanın. Yox, bilərzikləri mənə verin. Hə, verin görüm. Bu bilərzikləri gəlinlərim üçün saxlayacam. Axı onları sənin üçün almışıq. Mənə qulaq asın, gedin yuyunun. Məbədə getmək vaxtıdır. Salam gəlin bacı. Mühasibsizsiz. Gəlin. Mən bura xəlbət yolla gəlmişəm. Görüb eləyən olsa, mən ölmüş bilin. Deyin görüm, nə olub axı? Gecənin bu vaxtında niyə bura gəlmişsiniz? Böyük sahib sizi malikanəsinə çağırır. Hansı malikanə? Qapıları həmişəlik bizim ailənin üzünə. Bağlanmış evə deyirsiniz? Hansı ev? Divarlar arasında min bir əziyyət gördüyüm evi? Gedin buradan. Mən heç vaxt o evin kəndarına ayaq basmayacam. Heç vaxt. Can üstündə olan bir adamın sözünü yerə salmaq günahdır. Onun son arzusuna əməl eləməlisiniz, gəlin. Kim? Böyük sahib? Hə, böyük sahib ölüm ayağındadır. O son nəfəsində sizi görmək istəyir, gəlin. Amma nə qədər ki Cani Durcan orada yaşayır, mən o evə gedə bilmərəm. Heç ayağımı da basmaram. Sabah ilahə Kali günüdür. Durcan Sixlə Qayni Şamşersin məbədə ibadətə gedəcəklər. Mən evin qarşısında sizi gözləyəcəm. Mütləq gəlin. Yaxşı. Kim idi gələn? De görüm, böyük sahib kimdir ana? Neçə illərdir, dəhşətli bir sirri ürəyimdə gizli saxlayırdım. Hardan biləydim ki, nə vaxtsa bu sirrin üstü açılacaq. Həyatımın ən kədərli günlərini həmişə mən sizdən gizli saxlamışam. Bugün mən öz sirrimi açıb həqiqəti sizə deyəcəm. Hər şeyi deyəcəm. Böyük sahib sizin babanızdır. Nə? Böyük sahib bizim babamızdır. Hə, mən isə onun gəliniyəm. Atanız kasıb bir qızla evlənmişdi. Amma böyük sahib qardaş oğlu Durcan Singh'in sözlərini uyaraq məni özünə gəlin hesab eləmədi. Hə, bizi evdən qovdu. Atanız məktəbdə müəllim işləməyə başladı. Kasıb olsaq da çox xoşbəxt idik. Çox. Həddən artıq. Siz dünyaya gələndən sonra isə həyat bizə lap cənnət kimi görünürdü. Amma xoşbəxtliyimiz uzun sürmədi. Durcan Singh babanızın bütün varidatına sahip çıxmaq istəyirdi. Sonra o atanızı tora salıb öldürdü. Nə? Bizim atamızı? Deməli,
bütün bu illər ərzində sən Hə. Həqiqəti sizdən gizlətmək üçün mən yalan uydurmalı oldum. İstəmirdim özünüzü atasız, yetim kimi hiss eləyəsiz. Hardan biləydim ki, illər ötəndən sonra keçmiş yenidən qayıdıb mənim qapımı döyəcək. Mən söz vermişdim ki, o evə bir dayaq basmayacağım. Yox ana. Atamızın ömrünə balta çalan o evə getməyəcəyik. Hə ana, sənin qovulduğun evə biz də ayaq basmayacağıq. Səni bayra atıb pulsuz, çörəksiz qoyan o evə ayağımız dəyməyəcək.